Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün biz çox vacib bir mövzu haqqında, çox vacib bir patologiya haqqında sizə məlumat verəcəyik. Bu, reflüks ezofagit və reflüks qastritdir. Yəni, buna deməli, gastroezofagal reflüks xəstəliyi də deyilir. Bir də deməli, reflüks qastrit. Yəni, mən bu hər iki xəstəlik haqqında sizə məlumat vermək istəyirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, hər iki xəstəlik, hər iki problem olduqca aktualdır. Bugün statistikaya görə deməli, xəstəliklərin yer üzündə 2%-ə qədəri reflüks ezofagitin payına düşür. Kişilərdə bu, qeyd etmək lazım, qadınlardan 2 dəfə çoxdur. Deməli, reflüks ezofagit xəstəliyi deyəndə yada nə düşür? Deməli, reflüks ezofagit o deməkdir ki, yəni mədənin tərkibində olan turşu, pepsin o qida borusuna düşür. Normada bu belə olmamalıdır. Biz əgər fiziologiyadan bilirik ki, normada mədənin mühiti turş mühitdir. Həmən o turş mühitdə təsir göstərən deməli, xlorid turşusu, pepsin o mədəni mədəni zədələmir. Ona görə ki, mədənin daxildən xüsusi qat örtüb. Deməli, normada qida borusunda mühit turş qələvidir. Və fizioloji olaraq deməli, qida borusu ilə mədənin arasında klapan var. Deməli, normada biz qida qəbul edən vaxtı qida porsiyalarla mədəyə keçir və hər qida keçən kimi klapan bağlanır. Yəni, bu normada belə olmalıdır. Və mədədə başlayır həzm prosesi. Mədədə bu yeməyə qarşı reflektor olaraq deməli, xlorid turşusu, pepsinlər daha çox ifraz olunur və bunlar qidanı həzm prosesi başlayır. Amma bəzən deməli, problem burada nədədir? Həmən o klapan qida borusu ilə mədə arasında olan, qida borusunun aşağısında mədənin girişində olan klapan tam bağlanmır. Və mədənin turş mühiti, mədənin turşuları, pepsin qida borusuna keçir. Bu da normada qeyd olunub ki, demək olar ki, sağlam adamlarda da olur. Amma həmişə yox, yəni bəzən. Bu, az miqdarda qida borusuna keçdikdə heç bir problem yaratmır. Amma bu, regular olduqda, bu periodik olduqda, deməli, zaman-zaman problemlər yaradır. Konkret olaraq qida borusunun serikli qişasını zədələyir. Deməli, qida borusunun serikli qişası zədələnəndə də çoxlu problemlər meydana çıxır. Yəni, qida borusunun orada iltihab yaranır, eroziya yaranır. Deməli, hal-hazırda deməli, gastroezofagal reflüks xəstəliyinin deməli, gedişatı var. Bunun formasına görə 2 cür olur bu. Deməli, endoskopik negativ reflüks, endoskopik pozitiv reflüks. Yəni, bu son tədqiqatlara görə belə bir klasifikasiya var. Ümumiyyətlə, bu, belə deyək ki, hər iki xəstəliyində mən birinci danışıram, deməli, reflüks ezofagit barədə. Deməli, reflüks ezofagitdə bunun diaqnostikasında və bunun diaqnozunun qoyulmasında ən əsası, deməli, zonddur, deməli, gastroduodenal zonddur. Deməli, bununla biz deməli, bilirik ki, hansı qida borusu və mədədə zədələnmə nə qədərdir. Yəni, bu zond vasitəsilə biz diaqnoz qoyuruq, yəni endoskopik vasitə ilə. Deməli, endoskopik negativ reflüks xəstəliyi nə deməkdir? Birinci. Yəni, bu o deməkdir ki, bu reflüks xəstəliyin ezofagitdə
Deməli, qida borusunda erozif dəyişikliklər olmur. Qida borusunda ancaq şişkinlik, qızartı olur. Yəni bu nisbətən yüngül mərhələdir. Bir də var endoskopik pozitiv reflüks xəstəliyi. Bu bir balaca ciddidir. Bunda artıq qida borusunda biraz deməli ciddi dəyişikliklər olur. Eroziya, yerli qanaxma, gələcəkdə də struktura. Bu ikinci haldır. Amma üçüncü halda var. Deməli, Barrett qida borusu. Bunlar hamısı yenə deyirəm endoskopikdir. Yəni zondla biz baxırıq və görürük. Yəni Barrett qida borusu da olduqca təhlükəlidir. Yəni xərçəng önü vəziyyət sayılır. Yəni bunda artıq deməli qida borusu epiteliyası metaplaziya vəziyyətinə keçir. Və bundan sonraki mərhələ demək olar ki, deməli qida borusunun adenokarsinnomasıdır. Yəni bu haqda mən məlumat verdim. Deməli indi keçirəm bunun müalicə metodlarına. Deməli müalicə metodları iki cürdür. Birincisi konservativ və ikincisi cərrahi. Aydın məsələdir ki, birinci konservativ biz metodlardan istifadə edirik. Əgər bu xəstəlik qanaxma ilə müşahidə olunmursa, birdən-birə ağırlaşma ilə müşahidə olunmursa və cərrahi deməli müdaxiləyə göstəriş yoxdursa, biz başlayırıq konservativ müalicədən. Bax, mən əsas istəyirəm bunun üzərində dayanım. Bir dəqiqə bu aspektləri nəzərə alım. Çünki bu çox aktualdır. Mən öz çoxlu praktikamda belə xəstələri çox rast gəlmişəm və onun gedişatını təxminən demək olar ki, başa düşürəm və o müşahidə eləmişəm öz xəstələrim üzərində. Deməli, konservativ müalicə. Qeyd etmək lazımdır ki, uzun müddət, yəni orada biz müddət demirik, konservativ müalicə effekt vermirsə, cərrahi müdaxilə olunur, endoskopik və ya qeyri-endoskopik. Biz bugün cərrahi haqda danışmırıq, danışacaq konservativ müalicə. Konservativ müalicənin dünyada qəbul olunmuş əsasları var. Yəni, klassik təbabətdə. Mən bugün qeyd etmək lazımdır ki, bunun deməli, xalq təbabəti ilə də müalicə metodları var, digər müalicə metodları var. Onlar da effektivlidir kifayət qədər. Amma biz bugün danışırıq klassik dünyada qəbul olunan formalarından. Birinci diyeta. Deməli, aydın məsələdir ki, diyeta mədə-bağırsaq xəstəliklərində ən önəmli rollardan birini tutur. Yəni, diyeta gözləmək lazımdır. Konkret nə etmək? Konkret odur ki, diyetada yemək, deməli, az-az, qısa zaman fasiləsində yeyilməlidir. Yəni, gündə 5-6 dəfə yemək yeyilməlidir. Amma az-az. Deməli, çalışmaq lazımdır qızardılmış, ədviyyatlı, çox mədəni qıcıqlandıran yeməklərdən uzaq durmaq, nisbətən sadə yeməklərdən istifadə eləmək lazımdır. İndi mən bu uzun zat danışmaq istəmirəm. Yəni bu internetdə var, hansı növ qida. Bir də içkilər, içəndə də qazlı sulardan uzaq durmaq lazımdır. Və təxminən diyeta, bu nəzərə alın. Bir də diyeta, yəni yemək çalışmaq lazımdır. Axşam yatmazdan əvvəl yemək yeyilməsin. Çünki əgər axşam biz yemək yesək, mədə qıcıqlanacaq və orada mədənin deməli o turşusu da artacaq, hepsin də artacaq. O da onun da deməli o klapandan qida borusuna keçmə ehtimalı çoxalır. Deməli ikinci dünyada qəbul olunan deməli birinci diyeta, ikinci H2 proton pompa inhibitorları və ya H2 histamin blokatorları. Bugün demək histamin blokatorlarından az istifadə olunur. Çünki pompa inhibitorları daha aktualdır. Mən deyərdim ki, mədə-bağırsaq xəstəliklərində onlar çevriliş elədilər. Yəni onların gəlməyi ilə, onların kəşf olunmağı ilə mədə-bağırsaq xəstəliklərinin deməli müalicəsinin effektivliyi 1-ə 5 artdı. Proton inhibitorlarına hansılar aiddir? Yəni bu bir qrupdur. Omeprazol, rabiprazol, pantoprazol, lansoprazol, ezomeprazol və s. Yəni bunların hamısının özünə məxsus deməli
öz deməli funksiyaları var, amma əsas bunların hamısının demək olar ki, eyni bir funksiyası var. Onlar mədə turşuluğunu azaldır. Bilavasitə mədənin özündə. İndi bütün preparatlar effektivlidir, amma mən şəxsən deməli öz praktikamda rabeprazola daha çox üstünlük verirəm. O xüsusilə ağrı ilə müşahidə edilən problem deməli ezofagal reflüks xəstəliyində daha çox effekt verir. Yəni onun deməli nümayəndəsi pariet. Yəni bu mənə elə gəlir daha yaxşı effekt verir. Sonra üçüncü, deməli birinci dieta, ikinci proton pompası inhibitorları, üçüncü deməli prokinetiklər, motorikanı yaxşılaşdıran preparatlar. Bunlara aiddir domperidon, bunlara aiddir matilium, bunlara aiddir deməli serukal, yəni mədə motorikasını artıran dərmanlar. Sonra büzüşdürücü dərmanlardan geniş istifadə olunur. Onlar deməli daxilə qəbul olunan zaman xüsusi qat əmələ gətirir ki, mədə şirəsinin dağıdıcı təsiri azalsın. Yəni bunlara da çox mən də burada ad çəkmək istəmirəm. Çoxlu preparatlar aiddir cürbəcür. Yəni alimageldən tutmuş deməli sukrat gel, malox və s. və ilə axır çoxdur. Denol. Yəni bu preparatlar. Bir də mən deməli bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, mən öz uzun müddətli praktikamda deməli mənim rastıma çıxan belə bir problem də var. Bu ümumiyyətlə mədə bağırsaq problemlərində xəstələrin ümumi psixoloji fonu, nevroloji fonu çox pis olur. Yəni xəstə çox vaxt olduqca onun deməli depressiv vəziyyətə düşür çox vaxt xəstə. Yəni xəstənin ümumi xəstəliyi onun sinir sistemini çox pozur. Yəni yaxşı olar ki, bu müalicə ilə yanaşı sinir sistemini sakitləşdirən dərmanlar da təyin edək. Yüngül antidepressantlar da təyin edək. Mən həmişə təyin edirəm, inanın ki, çox yaxşı deməli effekt alıram. Çünki yenə də qeyd edirəm, mədə deməli bağırsaq problemi olan xəstələr, xüsusilə yara, eroziya olan xəstələrin sinir sistemi çox oyanıqlı olur. Bunlar hər şeyə aqressiv reaksiya göstərirlər. Yəni ona görə də buna ehtiyac var. Sonra da bunun deməli elmi izahı da var. Biz bilirik ki, insanda əhval-ruhiyyəni tənzimləyən, yəni hormon serotonindir. Buna xoşbəxtlik hormonu da deyirlər. Serotonin deməli təsəvvür edin, ən çox ifraz olunur bədəndə, bağırsaqda. Yəni onun az hissəsi baş beyində, çox az, böyük hissəsi bağırsaqda ifraz olunur. Siz də onda deməli buradan belə çıxır ki, mədə bağırsaq problemi olan xəstələrdə serotonin ifrazı azalır. Çünki mədə normal funksiya göstərmirsə, aydın məsələdir ki, bağırsaq da normal funksiya göstərməyəcək. Və bunda bu problem üzə çıxacaq. Deməli, hökmən bu xəstələrə də antidepressantlar təyin olunur. Reflüks ezofagit barədə bu qədər. Reflüks qastrit. Deməli, reflüks qastrit nə deməkdir? Reflüks qastrit xəstəliyi bu halda deməli öd mədəyə daxil olur. Yəni normal olmayaraq. Deməli biz bilirik ki, normada öd hissəsindən deməli 12 barmaq bağırsaq xaric olur. 12 barmaq bağırsaqda o başlayır qidanı həzm eləmək. Həzm prosesində iştirak edir. Bu pankreatik sokla şirə ilə bir yerdə. Deməli mədə ilə 12 barmaq bağırsağın arasında pilarik sfinkter var. Yəni bu da normada mədədən deməli qida 12 barmaq bağırsağa keçəndə o pilarik sfinkter bağlanmalıdır ki, o 12 barmaq bağırsağındakı fermentlər deməli öddür, pankreatik şirədir, geri qayıtmasın. Çünki oranda mühiti, deməli 12 barmaq bağırsağın mühiti deməli qələvidir, mədən mühiti turşdur. Amma yenə də deyirəm, müəyyən səbəblərdən pilarik deməli klapan tam bağlanmır və 12 barmaq bağırsaqda olan öd, pankreatik şirə mədəyə geri qayıdır. Və buna deyirlər ki, reflüks qastrit. Bu da böyük problemlərə səbəb olur. Deməli, bunda da deməli ödün
deməli, təsiri nəticəsində mədənin mühiti turşdan qələviyə çevrilir, orada çoxlu problemlər yaranır, eroziyalar yaralar. Demək olar ki, mən bu haqda bunun da müalicəsi deməli, ezofagitin müalicəsi ilə eynidir. Sadəcə olaraq, yəni eyni dərmanlar dieta, proton pompası inhibitorları, prokinetiklər, büzüşdürücü maddələr, antidepressantlar. Bir də amma burada fərqli bir preparat var ki, bu da öz turşlarını neytrallaşdıran ursodezoksixol turşusunun törəmələridir. Yəni bunun müalicəsində bu dərmanlar verilir. Yəni mənim bir faktı nəzərə almaq lazımdır ki, deməli bu dərmanların deməli məndən tez-tez soruşurlar ki, müddəti nə qədərdir? Müddət sağalana kimi. Yəni elə xəstə var, 1 aya sağalır, elə xəstə var, deməli 15 günə sağalır, elə xəstə var, 1 ilə sağalır. Məndə bir xəstəm var, hal-hazırda 4 ildir. O özü deməli onun heç cürə ezofagit xəstəliyini biz stimullaşdıra bilmirik, yaxşılaşdıra bilmirik. Çünki müəyyən səbəblərdən xəstə diyetaya əməl eləmir, yəni həyat tərzi xəstənin imkan vermir, amma o uzun müddətdir proton pompa inhibitorlarını istifadə edir və demək olar ki, normal həyatına mane olmur. Yəni mənim demək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkürümü bildirirəm. Sağ olun.